toyda cəmaatın ərinə göz qaş eləyən müğənnilərdən. Estrada müğənniləri həmişə açıq geyinib, amma özlərini o qədər mədəni gözəl aparıblar. Özün də bilirsən ki, qapalı giyinən bəzi janrın müğənniləri valla estrada müğənnilərdən daha belə desək əxlaqda geri qalırlar. Amma estrada müğənniləri həmişə açıq saçıq, həmişə sadəliyi ilə, getdiyi yerlərdə necə deyələr, bəlkə bəzən şıltaq olublar, bəzi nə bilim yeyib içməkləri ilə, deyib gülməkləri ilə, amma heç bir zaman çox az olar ki, estrada müğənniləri gedər hansısa bir evli kişiyə göz qoyar, evli kişi ilə danışar, kişi üstündə dava eləyər. Mən görməmişəm. Bəlkə sənin yadındadır. Estrada və yaxud da ki, Estradada daha o artıq insanın özündə, canında, qanında olmalıdır. Qapalı giyinən daha çox yəni tənqid olunmalıdır. Sən bax, sən mızmız demək, günlər bilirsən, bu bəzi o xanəndələrdir, amma sən bil ki, bu günləri estradada da, xanəndəlikdə də, repdə də, popda da əli öpürəsi, bax, abır həya müğənninin özünə aiddir. Onu xalq üçün saxlamaq lazımdır. Bu günləri sən bildiyinlərdən də çox mən bilirəm, özün də bilirsən. Mən onu demək istəyirdim ki, sən çox bilirik. Amma mən onun tərəfkeşiyəm ki, müğənni çıxıb efirdə başqa bir müğənnilər haqqında irad edici və nəsiyyət edici sözlər deməsin. Sənin bilmirəm müğənnilərlə, sən bilirəm niyə görə incimirsən çox adamdan. Çünki 20 ildə sənin yanında olmayanlar bundan sonra da olmayacaqlar. Mən belə deyim də, Tarix bəy icazə verirsinizsə bir kəlmə deyim. Yağın ola bilər ki, Sevinç xanım öz həmkarından acıqlıdır. Hansı ki, zamanında mən bildiyim qədər sizin bir sevdiyiniz insanı əlinizdən alır. Oradan gəldi ağlımıza. Yox. Elə bir şey olmayıb, yox. Əslində belə... Və dediyiniz qədər də o insan da xanəndə deyil, onu da vurğulayın. Orası elədir, amma mən... Xanəndə estrada məncə bu mövzu tam fərqlidir. Bunu oxumağa və yaxud da bu kim hansı janrda oxuyur, ona aidiyyatı yoxdur. Və bu günləri, bu xanımlar, gənc xanımlar nəyə görə bu şeylərə üst tuturlar? Ona görə ki, efirə çıxa bilmirlər, ona görə ki, geyinib keçinə bilmirlər, bahalı maşın istəyirlər, bahalı evlər istəyirlər, qəşəng mahnılar yazdırmaq, kliplər çəkdirmək. İmkan yoxdursa, hamı elə çıxan kimi arxasında artıq adamı var. Bu da bu deməkdir, bundan irəli gəlir və bugün də hamı çıxır özündən burada ailə, namus, qeyrət dərsi keçir. Amma hamı bir dənə baxırsan ki, eyni şeydir. Amma qayıdıb hamı bir-birinə dərs keçir, heç kim bir-birini bəyənmir. Nə məsələdir? Bunlandırsa biz deməliyik ki, eyb yox, o da mənim qızımdır, Azərbaycan qızıdır, xanımıdır. Misal üçün kimlərəsə də hamısı bir-birinə daş atır. Bu bunu bəyənmir, o bunu. Amma eyni, Aytolik, arxada valla görürük də, hamısı eyni şeydədir. Sən açıq sözlüyü o qədər sevirəm. Amma Sevinç, mən o sualı verdim. sən nə qədər də özünü təkəbbürlü aparmaq istəsin, mən təkəbbürlü həyatda elə bir insan deyiləm. Həyatım boyda. Mən səni bura gətirmişəm meydana. Həyatım boyda Sonra mən xanım dediyi, bax, sən o gün bir söz dedin, mən sənin xətrini istəyirəm. Mənə heç kim sənə görə yaxın dostlarımız da vardı, özün bilirsən. Bilirəm, çox da ortaq dostlarım. Sən görüb mənə demədi ki, o qızın niyə xətri? Mən bizi xətrimə deyməmişəm sən. Amma Sona xanımın dediyi yalandır mı? Sona xanım, nə maraqlıdır, bax, sən açıq-aşkar danışan insansan. Sənin həyatında olan bir insan, özdə bir ildə yox, Sona dedi, mən də indi deyəcəyəm. Acıqla gəlsə də, gəlməsə də. Yox, acıqma niyə gəlir? İllərlə həyatında olan insan sənin vaxtında